biz bir yerə sənəd verdikdə, instituta qəbul olmuşuq və ya iş həyatında hər hansı bir yerdə bizdən bəzi sənədlər toplamağı istəyirlər. İlk təqdim edəcəyimiz sənəd nə olur? Şübhəsiz ki, şəxsiyyət vəsiqəsi. Çünki şəxsiyyət vəsiqəsinin əsasında bizim diplomumuz və digər sənədlərimiz keçərli olur. Əgər şəxsiyyət vəsiqəsi yoxdursa və ya var, amma işğallıdırsa, sənədlər dərhal hamısı geriyə qaytarırlar. Namaz hər bir müminin şəxsiyyət vəsiqəsidir. Yəni, qiyamətin günündə ondan ilk soruşulacaq, onun möminliyini, müsəlmanlığını təsdiq edəcək ilk sənəd məhz həmin şəxsin namazıdır. Həzrət görün, nə buyurur? İnnə əvvələ mə yuhasəbu bihil abdu bisalatihi. Bəndədən ilk soruşulacaq şey onun namazıdır. Fəin salahət fəqad əfləhə və əncəhə. Əgər namazı salahət, yəni doğrudursa, yerli yerindədirsə, həmin bəndə nicat tapacaqdır. Və in fəsədət, əgər o şəxs namazını tərk edibsə, diqqət elədiksə, söhbət namaz qılanlardan gedir hələ bu hədisdə. Namazı qılıb, amma fəsədət, yəni zay eləyib namazı, düzgün şəkildə əda eləməyib, Həzrət buyurur ki, fəqət xabə və xasirə, həmən bəndə zərərə düşəcək və ziyana uğrayanlardan olacaqdır. Ona görə də namazın bu dərəcədə uca Allahın yanında dəyəri vardır.